Assalamu alaikum. Bismillahirrahmanirrahim. Bugün necə deyirlər, ixtilatımız Dağıstan türkləri utuzarlar. Başqa sözlə, sözlüklə deməklər ki, itiritdilər, qaybetdilər Türkçədə. Nə tərəfdən? Mən aladam axırıncı əsirləri. Necə 1000 il qabağa nə halda idi, bugün nə halda? Mütləq bir Dağıstan türkləri yox, utuzmayarlar. Bütün Dağıstanlılar utuzutdular. Məsələ. Hər tərəfdən. Alay ruhun tərəfdən, din tərəfdən. Nə desə də. Qabaq əsrlərdə, tarixdə Dağıstanlılar, Dağıstan türkləri təmiz biləydi ərəb dili. Ərəbcə yazmağı biləydi. İndi biz qəbirstanlığımıza gidib bizi ulu babalarımızı, ulu nənələrimizi qəbirlərini oxumağı bilməyik. Nə yazılıbsa. Epigrafiski pametniki deyə Dağıstana. Neçə yüz il qabağa olanlar, 1000 il qabağa, onları da oxumağı biləydik biz. Bizi ulu babalarımız tarixdə. Məsələ, neçə hələ olubdu, hamına çox ziyan, zərəl veritdi Qafqaz müharibəsi. Müharibəsi 18-ci əsrdən başlayıb düz vaxtindirsə Pyotr I Dağıstana paxodundan orada başlayıbdı, necə deyirlər, Qafqaz müharibəsi. Axırı 19-cu əsrdə qutarıb, böyük ziyan veritdi. Mən Dağıstan torpağına alıram, Dağıstan xalqlarına. Çox kitablar, çox billiklər, hər şey haldan kitib, dağılıb, yanıb. Ondan türü Dağıstan xalqı ulutdu, dala keçid, itiritdi. Kitabların, elmin. Onları arasında Dağıstan türkləridir. Gene də bu Rus imperiyası məsələ alsa, bu imperiya Avstra-Alman, Alman Türkçe Germaniya deyirlər. Avstra-Germaniya imperiyası. Onlara əlində olan. O imperiya torpaqların yerləşdirən tərəfdən Dağıstanda 19-cu əsrdə necə Avropada Fransız dili var idi, necə bütün dünyada hindi İngilis dili var idi, Türk dili işlən idi. Hər tərəfdən Türklər başqa cürə hürmətdə, başqa cürə halda idi. Hər tərəfdən Dağıstan torpağında. İnqilab, revolyusiya başlayanda Dağıstan torpağında da Türklər gən də Dağıstanı aparan, Dağıstanı böyükləri unutdu. Qumuqlar, bizi Türklərimiz, Dərbənd şəhər türkləri, Dərbənd rayon türkləri, məsələ Tabasaran rayon türkləri, aşağı Qaturuq, Rutul rayon türkləri, qulluqçular, hürmətçi, Dağıstan Respublikasını qulluqçuları unutdu, aparan oldu. Yenə də 30-cu illərdə bu Dağıstanda Rus dili bilən adamlar az idi. Hələ az idi ki, Najmuddin Samurski bunu hamı tanıyarlar. Lap güclü politik oldu. Dağıstanı aparan. O deyən sonra bizi hamı Dağıstan xalqları bir dili olmalı, Türk dilincə dərs keçməyi deyə məktəblərdə ondan türü onu yurub öldürürdülər. Represiya zamanı. Ondan sonra da 50-ci illərdə də neçə bir yerlərdə Alay, Rutul rayonunda, İbiri rayonlarda 30-cu illərdə
Axtını məktəblərində 37-ci iləcə dərs keçəydi türk dili ilə. İbiri Alı Rutullat, Çaxur torpaqlarında hər yanda 50-ci illərəcə qalmışdı məktəblərdə türk dili. Dağıstanlılar bir-biri ilə hamının türk dili ilə söyləyirdilər, danışırdılar. Məni kiçikligimdə mən bazara gidəndə bazarda işlənən türk dili. Hamı millətlər, Yahudilər, Cavudlar dedik biz onlara. Hamı, yaşlı adam, hamı biləydi türk dili. Dərbənddə bilməyən mən kiçikligimdə o adam 50 ili qabağa, 40 il qabağa yox idi bilməyən, az idi. Dəriyə qırağında yaşayan Uruslar da biləydi maşallah, türkçə. Rəhmətli atamla işləyən Nikolay, mən onu elə biləydim ki, Dərbətlidir odur. Magalski biləydim mən. Urus. Sarı tükün olsa, gözləri mən elə biləydim, Magalda yaşayan bizim millətdən adamdır deyə. Çox adamlar, Lahaclar Magalda yaşayanlar, Lakistlər. Mən elə biləydim ki, onlar bizim millət. Kübəkillər yaşaydı. Hər neçə vəxtlərin Magalda. Onlar da üz dili kim biləydi. İnsanlar qabaq zaman biləydi neçə dil. Üz doğma dilin, türk dilin, ərəb dilin, 3 dil biləydi. Bir parala 4-5 dil biləydi. Hindi, sitevoy, internet olanda, hər şey olanda adamlar elə bilədi ki, bunlar əqilli olubdu. İnsanlar vallahi billahi indi bu texniki əqilli olubdu. Ruhla, duxovla dala keçiddilər adamlar. Hər tərəfdən də din məsələni indi hələ görürük ki, meçidlər çox açılıbdır, meçiddə gidənlər vardır. Onların ruhu hələ deyil, bizi ata-babaları, ulu babalarımızı, nənələrimizi ruhu din məsələndə başqa idi. Biligi də din tərəfdən güclü idi. Vallahi, indi insanlar onu başa düşməyərlər. Hamından böyük ziyan, zərəl odur ki, Dağıstan millətləri türkçə danışmağa, konuşmağa, söyləməyə bilməməkdən başqa üz dilini itirdilər. Arasında bizi bu millətimiz, alay türk millətləri deyəndə Qumuqlar, biz türklər, Derbent rayon, Tabasaran rayon, Nağaylar, üz dilin bizi indiki nəvələrimiz uşaq sadikinə gidənlər. Üz dilin bilir, hamı millətlərdə eyni. Dərbənd hələ, Maxaçqala hələ, İzbirq hələ, Xasavürt hələ. Yazıq gündə qalıbdı dillər, Dağıstan xalq dilləri. Arasında türk millətləri dilidir. Türk millətləri dili 200 milyon əhalini dilidir. 200 milyondan da çox. 230 milyon, 250 milyon. Arasında 6 dana hükümət var. O hükümətlər arasında da orta hükümət, Türkiyə hüküməti. Bu avam adamlar birinci təqsiri var. Başsız adamlar. Başsız adamlar kimdir? Analar. Analar kimdir? Bizi gəlinlərimiz, cavan qızlar uşağı olanda Allah'a sözü ilə danışmayadı uşağı ilə. Üz dili ilə, doğma dili ilə danışmır. Onlar hələ bilət ki, bunlar biligi çoxdur deyə avam başı olan cavan qızlar, uşaq əmələ gətirib ondan başqa gən də bizi babalar, nənələr, atalar, analar hələ avamlığa gitdilər ki, bunlar hələ bilət ki, bir də baxız, bir də belə dəstgahlı binələr olan, bu binələrdə yaşayadı, binədə iki ər xatın, gən də kim? Bir uşağı elə it pişik saxlayırlar. Hamını iki uşağı olanlar bir də 1000 kvadrat zat evlərdə yaşayırlar. Adamlar bunlar hələ bir əqəllidir. Üzü ilə aparacaq bunları.
Bunlar dini var bunları. Neyi var? Bizi torpaqlarımızda da eyni. Biz bu dünyada yaranmışıq Allah'a ibadet eləmək üçün. Bizi dilimizle itirsek biz yah namusu da itirdik. Biz itirdik hiçbir Dağıstanlı da olmayacak, bir Müslüman da olmayacak, ya Türk de olmayacak. O için ben gene ne demek istedim? Ey ahali, Dağıstan halkı, ey ahali, Dağıstan Türkleri, unutmayız tariximizi. Vaktiyle bizim millet olubdu, milletlərə köməkləyən, milletlərə aparan, qabaqda olan, milletləri düz yolla, Allah yolu ilə göstərib aparan. İndi yazıq gündə dilini itirən xalq olur. Ayıquz, ölüm yuxudan, ey xalq, hamı xalqlar üçün deyirəm, mən Dağıstan xalqlar üçün. Birinci, Dağıstan Türk xalqı üçün deyirəm. Ayıquz, ölüm yuxudan. İnşallah, hələm ölmüdür. Ölüm yuxudadır. Ya Allah, ne deməkdir? Biz yuxlayanda öylədik. Ayıqanda biz tazadan dünya əmələ gəlir. O ki, ayıquz bu gece yuxudan əmələ gəlir tazadan. İnşallah, necə deyərlər ki, ümidsiz Allah Teala deyir ki, ümidsiz qalmıyız deyir. Mən də ümidsiz qalmamışam. Mən hələ bilirəm ki, inanadam ki, bizi xalqımız, Dağıstan xalqı axırda bu ölüm yuxudan ayıqacaqdı. Ümidimiz Allah'a ümid bir var. Ya Allah, ayıqdır, düz yol əğil, dinə, dilinə, bizi ulu ata-babaları vəsiyyətindən, bizi yaşayışımızdan düz Allah yolu ilə bizi xalqımız çıxmasın. Allah'ın kitabı ilə, Peyğəmbərimizi sallallahu aleyhi ve sellem hadisləri ilə biz yaşayıq, itirməyə bizi güzel Dağıstan millətlərimiz, hər millət üz dilin ya Allah. Bunu ilə mən ixtilatımı qutaradam. Sağ olunuz, var olunuz, Allah'a emanet olunuz.